Salam əziz izləyicilər, gəlin belə bir sualın izahına baxaq. Bizə verir ki, A və B müsbət tam ədədlərdir. A kvadrat çıxılsın B kvadrat 23 olduğuna görə A plus 2B qiyməti neçədir? İndi gəlin bunu hesablayaq. A kvadrat çıxılsın B kvadratı bizə 23 verir. İndi biz buradan A kvadrat çıxılsın B kvadratı açaq. Bunu açanda A çıxılsın B vurulsun A plus B. Bərabərdə 23 olar. İndi biz fikir verməliyik ki, burada 2 dənə ədəd olmalıdır və bu 2 ədədin hasili 23 olmalıdır. Hansı 2 ədədin hasili 23 edir? 1 ilə 23-ün hasili 23 verir. İndi biz burada A çıxılsın B-ni 1 götürməliyik, yoxsa 23? Ya da A plus B-ni 1 ya da 23 götürməliyik. Hansını götürməliyik? İndi bunu gəlib fikirləşək. Burada görürük ki, burada çıxma var. Burada isə toplama var. Əlbəttə ki, çıxma az olar, toplama çox olar. Onda biz belə yazırıq. A çıxılsın B bərabərdir 1-ə, A plus B bərabərdir 23-ə. İndi gəlin təliklər sistemini həll edək. Bunları alt-alta toplasaq, olar 2A, mənfi B üstə B edir 0. Bunlar islah olundu. 1 üstə 23 edir 24. İndi buradan A-nı tapsaq, A-nı taparıq 12. Gətirib burada istənilən birində yerinə qoyaq. Gəlin birincisində qoyaq. A-nın yerinə 12 qoysaq, 12 çıxılsın B bərabər 1 olar. Buradan B-ni tapsaq, B olar 11. Demək, B-ni də 11 tapdıq, A-nı 12 tapmışdıq. Bizdən də A üstə gəlsin 2 B-ni istəyirdi. İndi qoyaq yerinə. A 12 idi. 2 vurulsun, B də 11-dir. 12 üstə 22. Bu da edir 34. Demək cavabımız oldu D variantı.